1955-1973-cü illərdə ABŞ ilə Cənubi Vyetnam arasında baş verən müharibənin sonunda 58 min Amerikan əskəri və 230 mindən çox Vyetnam hərbiçisi və yüz minlərlə mülki şəxs həlak olmuşdu. Müharibənin üzərindən 50 ildən çox vaxt keçib və Vyetnam yenidən inşa edilib. Ancaq savaşın izləri hələ də qalmaqdadır. Həyatda qalan şahidlər torpaq altında aparılan araşdırmalarla bu qanlı müharibənin izlərini aşkara çıxarmağa çalışacaq. Ölən əskərlərin əşyaları, gizli silah anbarları, tunellər və hələ də partlamamış bombalar. 20 il davam edən müharibə 20-ci əsrin ən qanlı savaşlarından biri idi. Müharibə boyunca ölkə iki hissəyə bölünmüşdü. Şimalda Vyetnam Respublikası SSR tərəfdarı idi və 500 minlik ordusu vardı. Cənubda isə Amerika tərəfdarı olan respublika və 1 milyonluq orduya malik idi. Vyetnamda ilk Amerikalılar 1955-ci ildə görüldülər. Soyuq müharibə qızışdığında Asiyada kommunist olmayan rejimlərdən biri olan Cənubi Vyetnamı dəstəkləmək istəyirdilər. CIA agentləri Cənubi Vyetnam ordusuna təlimlər keçirdilər. Ancaq Cənubda xalqın bir hissəsi Amerikalılara ittifaq qurmaq istəmirdilər və Amerikalılara qarşı müqavimət təşkilatı quruldu. Xırda toqquşmalar başladı. 1961-ci ildə John Kennedy ABŞ prezidenti seçildi. Kennedy ilk olaraq Vyetnamdakı hərbiçilərin sayını artırmaq qərarına gəldi. Cənubdakı müqavimətçilərə dəstək üçün şimaldakı kommunist rejim gizli yol seçdi. Ərazi çox güclü qırmızı torpaqla örtülü idi. Bu torpaqdan inşaatlarda istifadə olunurdu. Onlarda tunel qazılıb və hələ də qalmaqdadır. Tunellər 4 mərtəbədən ibarət olub. İlk mərtəbədə hərbiçilər üçün sığınacaq və düşmənlər üçün tələlər yerləşirdi. İkinci hissədə yerin 4 metr altında yerləşir və ən geniş bölmə idi. Burada savaş planları həyata keçirilir və havalandırma boruları ilə tunelə oksigen daxil olurdu. 6 metr dərinlikdə yerləşən 3-cü mərtəbədə yaşlılar, uşaqlar və yaralılar üçün sığınacaqlar var idi. Həmçinin silah və ərzaq anbarları da yerləşirdi. 4-cü isə su səviyyəsindən 3 metr dərinlikdə 16 min nəfərin gizlənməsi üçün inşa edilmişdi. Amerikalılar onların düşərgəsinin yaxınlığına qədər irəliləyən bu tunellərdən xəbərdar idilər. Amerikalılar bir qrup əskərə tunellərə necə daxil olmaq üçün təlimlər keçirdilər. Həmin əskərlərə tunel siçanadı verildi. Onlar tunelə daxil olur və partlayışlar törədirdilər. Lakin bu üsul da Amerikalılara üstünlük qazandırmadı. ABŞ müharibənin gedişini dəyişmək üçün yeni silahdan istifadə etmək qərarına gəldi. Kimyəvi silahdan. 1971-ci ilə qədər Vyetnama 48 milyon litrdən çox kimyəvi qaz atılmışdı. 1000 kvadrat kilometrlik ərazinin 80% kimyəvi zəhərlənməyə məruz qalmışdı. Dioksin qazı bitki və torpaq örtüyünə ciddi zərər vurmuşdu. Onun təsirləri bu gün də Vyetnamda hiss olunur. 1964-cü ildə Şimali Vyetnam gəmiləri 2 ABŞ gəmisinə hücum edir. Bundan sonra Amerika Şimali Vyetnama da müharibə elan edir. 1965-ci ildə ABŞ böyük bir hava hücumu başladır. Əməliyyatın adı Göy Gürültüsü idi. ABŞ-ın savaş təyyarələri benzin tərkibli yeni bombalardan istifadə edir. Bu da hücumların kəsərini artırırdı. Müqavimətçilər dünyanın diqqətini çəkmək üçün bir neçə önəmli obyektlərə zərbələr endirmək qərarı vermişdilər. Bu obyektlər arasında Amerika səfirliyi də var idi. 31 yanvar 1968-ci ildə Vyetnamlılar ABŞ səfirliyinə daxil olur. Ancaq cəmi bir neçə saat sonra Amerikalılar yenidən səfirliyə nəzarəti ələ keçirirlər. Bu hücum kommunistlər üçün tam bir məğlubiyyət idi, amma dünyanın diqqətini çəkə bilmişdilər. Amerikalılar Vyetnamda 2 il daha döyüşdülər, ancaq bu müharibədə qalib gələ bilməyəcəklərini anlayaraq 1971-ci ildə geri çəkilməyə başladılar. 1972-ci ildə Şimali Vyetnam ordusu Cənubi Vyetnama girdi. ABŞ keçmiş müttəfiqini qorumaq üçün geri dönməyə qərar vermişdi. 1972-ci ildə ABŞ yenidən Vyetnamdan geri çəkildi. Şimali Vyetnam ordusunda da cənub torpaqlarını tərk etmələri tələb edilirdi. Lakin Şimal ordusu geri çəkilmək niyyətində deyildi. 1972-ci il 18 dekabr tarixində ABŞ və Cənubi Vyetnam Şimala son bir zərbə endirmək üçün bir araya gəldi. 9 gün ərzində Şimali Vyetnam paytaxtında 15 min ton bomba atılmışdı. 1973-cü ildə Parisdə sülh danışıqları başladı. ABŞ əskərləri ölkəni tərk etdilər. Əsirlər sərbəst buraxıldı. Şimal və Cənub arasında atəşkəs elan olundu. Lakin əməliyyatlar dayanmadı. Amerika əskərlərinin olmaması Cənubu zəiflətmişdi. 2 il daha davam edən döyüşlərin ardından Cənubi Vyetnamın paytaxtı ələ keçirildi. 30 aprel 1975-ci ildə Cənubi Vyetnam ordusu ləğv edildi və Vyetnam birləşdirildi. Bunun ardınca bütün ölkədə kommunizm quruluşu quruldu. Minlərlə Cənubi Vyetnamlı ölkəni tərk etməyə başladı. Müharibənin üzərindən 50 il keçməsinə baxmayaraq hələ də minlərlə əsgərin cəsədi tapılmayıb.
Arxeoloqlar hələ də itkin əsgərlərin meyitlərini axtarırlar.